Salam hörmətli izləyicilər. Bugün biz yeni Windows Phone 7.8 əməliyyat sistemi ilə yaxından tanış olacağıq. Bunun üçün bizə Mobitel şirkəti 7.8 əməliyyat sisteminə yenilənmiş bir Lumia 800 smartfonu təqdim edib və eləcə də bizdə olan 7.5 əməliyyat sistemli Lumia 8 smartfonunu hal-hazırda müqayisə edib, hansı yeniliklərin 7.8 əməliyyat sistemində təqdim edilməsini sizinlə müzakirə edəcəyik. İlk yenilik bu blok səhifəsidir. Yəni hal-hazırda sizin hər dəfə bu Windows Phone smartfonunu aktiv etdikdə yaranan blok səhifəsində 7.8 əməliyyat sistemində daha çox funksiyonal əlavə edilib ki, burada artıq siz əgər smartfonda sosial media kanallarını, yəni sosial media tətbiqlərini yükləmişsinizsə, orada sizə gələn xəbərdarlıqlar artıq blok səhifəsində yaranacaq. Eləcə də siz Hotmail sisteminə gələn məktublar da aşağıda bildirilir. Lakin 7.5 əməliyyat sistemində olsa, bu xəbərdarlıqlar olsa da sosial media tətbiqlərinin belə deyək xəbərdarlıqları yox idi və bu da 7.8 əməliyyat sistemində artıq əlavə edildi. Növbəti yenilik yəqin özünüz artıq görürsünüz. Bu əsas səhifənin belə daha funksiyonal olaraq düzəldilməsidir ki, gördüyünüz kimi burada artıq fərqlənir və eyni smartfonla Lumia 800 smartfonları görünüşdə gördüyünüz kimi hansı funksiyonalda olmaları əsas səhifədən artıq bilinir. Burada 7.8 əməliyyat sistemində gördüyünüz kimi artıq kiçik bir kvadrat içərisində yerləşən 4 tile yeri, eləcə ümumi və 2 kvadrat yerləridir ki, 7.5 əməliyyat sistemində bu bir ümumi və 2 kvadrat şəklində olurdu. Eləcə də gördüyünüz kimi burada kvadratların ölçüsü də hətta balacadır. Bu nəyə görədir? Sağ tərəfdə gördüyünüz kimi burada ekranın boş yer qalır. Gördüyünüz kimi aşağı getdikcə və burada bütün tətbiqlərə keçmə düyməsi yerləşdirilib. Lakin artıq 7.8 əməliyyat sistemində bu sağ tərəfdən olan boşluğu saxlamayıblar və birbaşa bütün ekran ölçüsü boyunda bu kvadratları yerləşdiriblər ki, heç bir əlavə yer qalmasın və bu göstərdiyim bütün tətbiqlərə keçid düyməsi aşağı hissədə yerləşdirilib ki, burada gördüyünüz kimi artıq sağ tərəfdən heç bir yeri tutmur. Növbəti sizə bir çatdırmaq istədiyim əsas yeniliklərdən biri bu belə deyək əlaqə, yəni kontaktlar tətbiqidir ki, burada bildiyiniz kimi sizə ilk izmalımda demişdim ki, Windows Phone əməliyyat sistemi daha çox sosial bir əməliyyat sistemidir ki, burada siz akkauntlarınızı qoşduqda o sizin hətta kontaktlar səhifəsində olan statusları və digər bir şəkillər və s. göstərir. Lakin hal-hazırda 7.8 əməliyyat sistemində funksiyonal daha da artıb və kontaktlarda funksiyonal daha genişdir. Məsələn, burada mən gördüyünüz kimi öz Facebook belə deyək istifadəçi adımı qoşmuşam deyə son yazdığım Twitter, həm də Facebook statusları. Burada göstərmək istədiyim, məsələn, mənim Facebook dostluğumda olan Əziz Qasımovun bir burada kontaktları göstərilib və burada gördüyünüz kimi hal-hazırda nömrəni göstərmək istəməzdim. Gördüyünüz kimi nömrə və digər funksiyonal, eləcə də iş yeri və doğum tarixi birbaşa kontakt səhifəsində göstərilir ki, bu da düşünürəm sizin üçün çox rahatdır. Yəni insanı artıq bir də açıb Facebook sosial şəbəkəsində onun profilini axtarmaqdansa birbaşa kontaktları keçib siz həmin insan haqqında, dostunuz haqqında bütün belə deyək məlumatı oradan əldə edə bilirsiniz. Növbəti yenilik bu foto tətbiqində olan yeniliklərdir. Burada sizə çəkiliş rejiminin daha çox funksiyonal əlavə edilib ki, bu da qrup şəklində çəkiliş, belə deyək, idman tədbirlərinin çəkilişində bu xüsusi kadrların tutulması funksiyası, eləcə də timer qoyaraq, yəni vaxt qoyaraq hansısa vaxtdan sonra çəkiliş funksiyaları əlavə edilib. Daha bir sizi maraqlandıracaq və əlbəttə ki, sevindirəcək bir yenilik bu əməliyyat sistemində artıq faylların Bluetooth köməyi ilə göndərilməsidir. Bildiyiniz kimi 7.5-də mən sizə göstərim. Bu funksiya biraz yox idi və foto və digər fayllarda gördüyünüz kimi burada
düzəlişə girib, şəklin düzəlişlərinə göndər basdıqda burada Bluetooth köməyi ilə göndəriş yox idi və bir çox insanlar buna etiraz bildirdilər ki, nəyə görə yoxdur və bu bizə problem yaradır. Lakin 7.8 əməliyyat sistemində bu problemi aradan qaldırdılar və gördüyünüz kimi aşağıda artıq sosial şəbəkələrdən əlavə, hətta MMS-dən əlavə Bluetooth-la göndəriş funksiyası da əlavə edildi ki, bu da düşünürəm ki, hər bir Windows Phone 7.5 istifadəçisini 7.8-ə yenilənərkən sevindirəcək və daha funksional olmasına istifadə ediləcək. Növbəti bir əlavə edilmiş maraqlı tətbiq bu ringtone tətbiqidir ki, burada siz məsələn əvvəl siz zəngi dəyişə bilmirdiniz və bu artıq Nokia'nın artıq sizə təqdim etdiyi ringtonları istifadə edə bilirdinizsə, burada artıq siz özünüz istədiyiniz musiqini seçib həmin tətbiq köməyi ilə orada istədiyiniz saniyəni seçirsiniz. Yəni bu 0-dan 30-a kimi olan saniyə arasında rington vaxtını seçib yadda saxla düyməsini basaraq burada ringtonun adı, eləcə də gördüyünüz kimi burada bir box var ki, bunu seçərək siz artıq telefonun artıq zəngini bu ringtonu seçirsiniz birbaşa və əlbəttə ki, yadda saxlayaraq sizin öz şəxsi istədiyiniz musiqini rington kimi istifadə etmək funksiyanınız yaranır. Bu da ki, əlbəttə ki, yenilənmiş 7.8 əməliyyat sisteminin yeniliklərindən biridir. Növbəti bir yenilik bu. Əlbəttə ki, keçən ildən də bunu bildirirdilər ki, Windows Phone 8 və 7.8-də bu funksional yaranacaq. Mən hazırda Wi-Fi ilə qoşulduğumdan bu, belə deyək, funksiyonalı sizə təqdim edə bilməyəcəm, lakin göstərmək istədim ki, burada Option internet yaranır. Bu da sizin bildiyiniz Wi-Fi Direct funksionaldır ki, əgər siz smartfona mobil nömrə daxil etdikdə 3G və ya 4G belə deyək, şəbəkəsinə qoşulduqdan sonra siz öz mobil internetinizi dostlarınızla Wi-Fi şəklində bölüşə bilirsiniz. Yəni ki, sizin smartfonunuz artıq potensial Wi-Fi router funksiyasını yerinə yetirir və digər smartfonlar, notebooklar və Wi-Fi olan qurğular həmin sizin smartfonunuza rahat qoşulmaq imkanı yaradır. Və əlbəttə ki, sizin trafik artıq mobil operatorun yəni nömrənizdə olan sim kartına gedir və əlbəttə ki, o artıq tarifi onunla yoxlanılır. Bundan əlavə, siz əlbəttə ki, belə bir əsas problemlərdən biri smartfonu dəyişərkən kontaktların ötürülmə funksiyasıdır ki, siz onları hər hansı bir tətbiqlər yazaraq ötürürsünüz. Lakin burada gördüyünüz kimi belə bir tətbiq yaranır ki, Pernas Kontaktiv və siz gördüyünüz kimi artıq burada bildirilir ki, yoxlayın ki, sizin o digər smartfonda Bluetooth yaranıb və prodolj eləyərək Bluetooth köməyi ilə siz kontaktları digər smartfona ötürə bilirsiniz və bu da çox rahatlıq yaradır. Növbəti əlavə edilmiş bir maraqlı funksional da bu. Mən hal-hazırda bunu test edə bilmədim, çünki Lumia 800 smartfondan mikrosim gedir və biz hal-hazırda mikrosim daxil eləməmişik. Lakin bildirilirdi ki, Windows 7.8 əməliyyat sistemində smartfonu üzü aşağı çevirərək onun səssiz rejimə, yəni zəng gələrkən artıq siz götürə bilmirsiniz. Sizə ad boyu da vermək istəməsəniz, smartfonu üzü aşağı edərək onu səssiz rejimə keçirə bilirsiniz. Və onu da bildirmək istərdim ki, bildiyiniz kimi keçən ildə dekabr ayında bildirilmişdi ki, Windows Marketplace-də artıq 120 mindən çox tətbiq var ki, siz istədiyiniz proqramları, oyunları və digər istədiyiniz tətbiqləri buradan Marketplace-ə daxil olaraq yükləyə bilərsiniz və hətta pullu tətbiqlərin belə siz demo versiyasını yükləyərək bir qədər oynaya bilirsiniz və əgər istəsəniz artıq o tətbiqi rahat əldə edə bilirsiniz. Və düşünürəm ki, hal-hazırda 7.8 əməliyyat sistemi haqqında ümumi icmal bu qədər və artıq Azərbaycanda da Windows Phone əməliyyat sisteminin belə deyək son smartfonlarının yayılması və Mobitel şirkətinin eləcə də Microsoftun birgə Hackathon Azərbaycan ilə birgə keçdiyi proqramçılar üçün yarışmasından da
Sonra və eləcə də satışlardan sonra bu əməliyyat sistemi Azərbaycanda artıq tanınır və aktiv istifadə edilir. Eləcə də bildirmək istərdim ki, Marketplace-də Azərbaycan dili də keçən ilin dekabrında əlavə edilib və hətta proqramçılar da bu əməliyyat sistemini artıq Azərbaycanda qeydiyyatdan keçərək rahat tətbiq yaza biləcəklər. Və düşünürəm ki, hal-hazırda bu qədər. Əgər bir yenilik olsa, biz vpblog.site bloqunda sizə ətraflı məlumat verəcəyik. İcmal üçün smartfonu Mobitel şirkəti təqdim etmişdir. İnfoiş jurnalının sosial media kanallarını izləməyi unutmayın. Sağ olun.